Selam, hər vaxtınız xeyir olsun. Əziz dostlar, mən bu kanalı açdım ki, çalışan şeirlərimi, o şeirlər ki özüm sevirəm, adlım olan şairlər, adlım olmayan şairlər, onların mənzumələrindən, şeir toplamlarından sizə seçib və öz səsimlə oxuyub və umuram ki, sizin də xoşunuz gələr. Bizim kanala üyə olasınız, üzv olasınız və bizi bu yolda dəstəkləyəsiniz. Əlimdə olan bu kitab bəlkə bu yerlərə bir də gəlmədim adı ilə Sayın Məmməd Araz Cinəblarının şeir toplusudur. Hazırlayan Məhəmməd İbadi Qaraxanlıdır, alışıq. Mən bu şeiri ilk seyri sizə seçib və oxuyuram. Adı şeirin Bu millətə nə verdik ki? Bu millətə nə verdik ki? Kimsə qapdı ziyasını, kimsə pozdu sırasını, duzla yoduq yarasını, ürəyinə duz vermədik. Bu millətə nə verdik ki? İnamını noxtaladıq, inadını axtaladıq, var yoxunu qarmaladıq, bir çeynim saqqız vermədik. Bu millətə nə verdik ki? Həlal tikə qəndi dedik, yoxsuluna dəhdid dedik, kasıbına məhd dedik, məhd kasıba qız vermədik. Bu millətə nə verdik ki? Çiyninə mindik öyrəşdi, bir dilə mindil öyrəndik, neçə fəndi feyl öyrəndik, milyon aldıq, 100 vermədik. Mən bu şairin bir ayrı şeirində çox sevərəm. Onu da sizə izin verirsəz oxuyayım və sizdən vedalaşaq. Şeirin adı Salamat qaldı. Çox adlımdır. Çoxlu bəstəkarlar da bunu öz o şarkılarında, oxumaqlarında məncə işlədiblər. Çox da dəyərlidir, çox gözəldir. Mən severəm bu şeiri. Elə demək olar kitabın da adı bu şeirdən götürülübdür. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman salamat qal, dağ salamat qal. Dalımca su səpir, yoxsa bulutlar, leysan salamat qal, yağ salamat qal. Qeyvuran qartallar yox oldu çəndə, nərgizlər soluqdu şehli çəməndə. Ay qara göz pəri, dalımca sən də, boylan salamat qal, bax salamat qal. Gəldim qarşıladı güllər çiçəklər, gedirəm al edil, buz biçənəklər, nidamı çaylara dedi küləklər, bolan salamat qal, ax salamat qal. Dağların pələngi, şiiri də sənsən, şairi də sənsən, şeiri də sənsən, beyni, bərəkəti, xeyri də sənsən. Çoban salamat qal, sağ salamat qal. Çox sağ olun, hələlik.